16 may üçün bürclərin qısa proqnozları. Bugün enerjiniz yüksək olsa da, emosional partlayışlardan çəkinin. Ailə içi söhbətlərdə səbirli olun. Qısa məsləhət, düşünmədən danışmayın. Buğa, maddi məsələlərlə bağlı yaxşı xəbər ala bilərsiniz. Yaxın çevrənizdə sizi qısqanan biri var. Qısa məsləhət, sakitliyinizi qoruyun. Əkizlər, yeni ideyalarla dolu gündür. Qısa səfər və ya görüş əhvalınızı dəyişə bilər. Qısa məsləhət, açıq fikirli olun. Daxili gərginlik sizi sıxır. Hisslərinizi bastırmaq əvəzinə paylaşmağa çalışın. Qısa məsləhət, özünüzü ifadə etməkdən qorxmayın. Liderlik bacarığınız bugün ön plana çıxacaq. Qərar vermə zamanı fürsətləri qaçırmayın. İrəli addım atmaqdan çəkinməyin. Qız, iş və məsuliyyətlər sizi yorsa da, detallara diqqət yetirməniz nəticə verəcək. Qısa məsləhət, diqqətli və səbirli olun. Tərəzi dostlardan və ya yaxınlardan xoş dəstək ala bilərsiniz. Romantik bir jest sizi sevindirə bilər. Qısa məsləhət, qəlbinizə qulaq asın. Ətrafınızdakı enerjilərə qarşı həssassınız. Çəkindiyiniz biri ilə üzləşmək zamanıdır. Qısa məsləhət, qorxularınızı aydınlığa çıxarın. Oxatan, yeni tanışlıqlar və maraqlı fikirlər günü ola bilər. Gələcək üçün planlar qurun. Qısa məsləhət, açıq ünsiyyət qurun. Oğlaq, maliyyə məsələlərinə diqqət etməlisiniz. Gəlir və xərclərin balansını qoruyun. Qısa məsləhət, pulunuzu planlı istifadə edin. Dolça, şəxsi həyatınızda aydınlıq yaranır. Qarışıq məsələlər yavaş-yavaş yoluna düşəcək. Qısa məsləhət, öz dəyərlərinizi unutmayın. Balıqlar, daxili sükunətə ehtiyacınız var. Yaradıcılıq və dua sizə güc verə bilər. Qısa məsləhət, ruhunuzu qidalandırın. Başqa tarix və ya